Benim kardeşimin yoldaşıdır. Ben onu her bir vaxt yoxlayırdım. Dünən zəng elədim. Bir xətt idi. Saat 5 radyalar olardı. Akşamüstü. Zəng çatmadı, bir xətt idi. Sonra zəng elədim. Gene zəng çatmadı. Ben de kardeşimle götürdüm geldim. Suda arvad uşaq yığılır. Bakı kırıqlar. İçeride gördük ki arkası üstə onu vurublar. Baş hissəsi poldadır. Qan tökülüb. Dedilər ki, heç kim əl vurmasın, ekspert gələcək, yoxlayacaq. Biz də Skorya zəng elədik. Skorya gəldi. Gördük ki, daha işdən keçib, ölüb. Dedi 4-5 saat bundan qabaq ölüb bu. Dedi ekspert yazsın, əl vurmayın. Ekspert də gəldi. Geri saat 2-3 arası bütün ekspertlər, sağ polislər gəldilər, araşdırdılar. Şübhələnən şəxs Marnol territoriyasındandır, bizim kəndçidir. 71 yaşlı qadını ölü vəziyyətdə tapan yerlilər dərhal polisə məlumat verib. Gecə saatlarında əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşları yerindəcə istintaka başlayıb. Deməli, hadisə dünən ayın 7-sində gündüz saat 1-3 radələrində baş verib. Qadın tək olur evdə, heç kim olmuyor, tək yaşayan qadındır. Kimlər tərəfindənsə gəlib, qan müsadir ediblər, nəyini alıblar, neyini də bilmirik, amma faktiki olaraq qadını öldürüblər. İndi biz də tərəfimiz budur ki, dövlətimiz, hükümətimiz ölçü götürsün, canini tapsın, onun necə lazım cəzalandırsın. Yəni, bu hadisə baş verdi, bizim də hamımız məyus olduq. Həm yaxın adamımızdır, həm qohumumuzdur, həm oğlumuzdur, qızımızdır. Bizim xahişimiz odur ki, canini tapılsın. Pozitiv fəaliyyətində razıyıq, belə şey, yəni əlbəttə razıyıq, ancaq bir üçün hələ bir şey yoxdur, rezultat yoxdur. Yəqin ki, tezliğini mənlə pişirəm ki, olar. Olsun və bizim elə tələbimiz caninin tapılmasıdır ki, və onu cəzalandırmaq. Qaldı bizim kənddə oğurluq çox olur. Bəlkə də bir 50-60 şey yarılır. Bir oğlan, gene bir lal oğlanı öldürdülər, tulladılar və ili gəlir. Onu da tapılmır. Xahiş edirik ki, tezliklə onu da tapasınız, onu da bir yola gətirəsiniz. Bunlar vaxtlar evdə